Üzü üstə yatmaq olarmı? Üzü üstə yatmaq, yəni ağzı üstə, Bəli. bəhdin üstündə yatmağın hökmü demək gəlib bəzi hədislərdə ki, bir kişi uzanır ağzı üstə, üzü üstə uzanıb yatır, yəni qarnı üstə. Peyğəmbər sallallahu aleyhi ve sellem və ya sahabələrdən hansı xatırlamıram, gəlib deyir ki, qalx və cəhənnəm əhlinin yatışıdır deyir. Lakin bu hədislər, ümumiyyətlə bu barədə olan hədislər ki, o hədislərin isnadında yəni zəifliklər var. Bəzi alimlər hədisləri zəif görürlər. Səhv eləmirəmsə, düzdür, bəzi o hədislərə Şeyx Albani Rahimullah Səhih Həsən deyir, qaldırıb hökmünü. Yəni ixtilafdır. Amma mənə gəlib çatana görə Allah aləm, yəni o hədislər zəifdir. Necə İmam Buxari Rahimullah, həmçə Əbu Hatim hədis alimləri, hansı ki, hədisi məşhur, yəni hədis alimləridir. Onlar deyiblər ki, bu arada hədis səhih hədis sabit olmuyor, necə Şeyx, yəni İmam Buxari deyir. Və belə də görsənir ki, hökmü, yəni haramlığına bir şey yoxdur. Haramlığına bir şey yoxdur. Çünki İmam Buxarinin və Əbu Hatimin və həmçinin başqa alimlərin yəni bu barədə hədislərə verdiyi hökm daha üstün gördüyüm üçün, yəni bunu yəni deyirəm ki, hədislər zəifdir. Lakin baxmayaraq bəzi alimlər hədisin hökmünü qaldırıb, onlara görə o bilsin haramdır. Lakin mənə gəlib çatana görə Allah alim ağız üstə uzanmaqda bir şey yoxdur. Xüsusən də ehtiyac varsa ağız üstə uzanmağa, insan xəstədir və ya misal üçün nəsə başqa ehtiyac varsa, bu zaman ağız üstə uzanmaq olar, yəni. Bir şey yoxdur. Lap hesab etsək ki, ən pis halda deyərdim ki, məkruhdur. Haramlığına deyə bilmərəm, çünki hədislərin isnadında zəif var və o hədisləri zəif gördüyümə görə.